Mən Paula, bunu elədiklərimi evdə yoxlamayın, amma çöldə yoxlayın. Bir də geyinim. Aha, Dani, hazırsan? Yox, hələ hazır deyiləm. Yo, narahat olma, indi sən havayı vızıldadacaqsan. Yox, vızıldatma. Aa, acı bir gözələ bax patlayacaq. Patladı da. Niyə patlamadı? Aa. Hər vaxtınız xeyir. Yeni karakterlər iki bacıdır. Hə, bunlar bir-birinə evdə çox dava eləyirlər. O musiqi oxuyur. Hə, bu musiqi oxuyan və özünü müğənni bilən o həmin qızdır. Ona görə də onu açmalısan. Deyim niyə? Çünki o uçada bilir. Necə ki, mən bayaqdan ne vızıldatmırdım. O da elə havaya vızıldanır ki, sizi dəli eləyəcək. Ona görə də bizi çox söyəsiz. Hə, bizi niyə söyəsiz? Çünki kostyumla gətirdik. Yox, ya da söyməyin. Hə, elədir, ancaq bunun yaxşı tərəfləri də var. Dındıqın. Hə, yaxşı tərəfi budur ki, bəziləri çox ucuz olacaq. Misal üçün, bəziləri 79, 149 və 159 elmas olacaq. Hə, bunları biraz uydurduq, amma olsun. Bizə səni deyən görüm. At banka var. İndi mən danışıram. Hə, sən danışma dedim də gözlə də bir. Ona görə də mən danışıram. Nə deyəcəkdim o? Hə, görsən istədiyimi də bilmirsən. Fərsiz. Hə, bu modda da çivilər toplayır. Hə, instrumentlər toplayıb gətirməyə çalışırıq. Momentus'tan elədiyi kimi. Amma bu modu yoxlamayın. Hə, yoxlamayın deyirəm, çünki pis moddur. Doğrudan da elədir. Hə, prosto oyuna gətirdik də o qədər. Biraz oyun modu olsun. Hə, da nə qədər boş. Hə, sən də sakit dur da. Ay, askırlanacaqdım az qalsın. Hə, artıq spreyləri də düzəliş edəcək. Çünki siz bir-birinizə daha çox şey eləyə bilərsiniz. Baxın, bunlardır. Spreylər sizə oyundakı duyğularınızı əks etdirəcək. Amma inanın mənə, bunları açmayın. Hə, açmayın deyirəm, çünki çox pisdir. Baxın, yeni tapşırıqlar gətirəcək. Misal üçün 100 oyun qazanın və 100 altın da qazanın. Hə, bunlar çox uzun olduğuna görə dəyişdirə də bilərsiniz. Hə, çox az şey verir, amma olsun. Yeni də gətirdik də. Hə, bu arada nə olmuşdu? Hə, görün də. Hə, onun bacısını gətirdi. Görürsünüz, o da top atır. Amma bayaq Paula vızıldatdığı kimi. Hə, onun özəlliyi budur. Uçur və vızıldanır. Bu qədər. Hə, bu qədər deyirəm, çünki onun canı çoxdur. Hətta onu asansan öldürə bilmirsiniz. Elə deyil Paula. Yoxsa yox. Söz də də. Hə, onun pis tərəfi odur ki, o spirini atdıqdan sonra çox zəif olur. Onun ki, diqqətli olmalısınız. Diqqətli olmasanız yaxşı şeylər olmaya bilər. Yəni, kupa uddura bilərsiniz. Və komandası sizi qəşəng təqdir eləyər. Yox, belə anlar da biz nəzər alacağıq. Yəni, reportlamaq sistemi. Başa düşdüyünüz kimi. Amma baxın, görsünlər güclüdə heç olmadı. Hə, elədir. Doğrudan da çox süperdir. Hə, nə yalan danışırsan, sən bir dəqiqə çox... Hə, bu doğrudan da belədir. Hə, nə deyəcəkdim, ay Allah, yadımdan çıxdı. Sən bir dəqiqə at bankama, indi mən danışıram. Onsa çox danışırsan da. Yox, mən danışacağam. Baxın, zəhərli kostyumlar gətirdik. Bunlar özünü pis bilən insanların topluluğudur. Nə insanı daha doğrusu? Yox, onlar insan deyil. Yəni, özlərini bir şey bilənlərdir. Və artıq reportlamaq sistemində gətirmişik. Karakterləri seçin və banlayın. Ki, daha qəşəng olsun. Hə, bu arada abi sizə bir şey desin. Bunlar eləmək asan olacaq. Hə, asan olacaq deyirəm, çünki artıq xəritəyə uyğun seçimlər eləyə bilirsiniz.
və 10 il gözləmək məcburiyyətində qalmırsınız. Sadəcə 30 saniyə. Bu çox uzun deyə doğrudan da. Onu dəyişiklik eləyə bilərik. Artıq əşyalar da yenilik gətirdi. Bunlar o kadar da işe yaramır. Bakın bu da yeni oyun modu. Her günlük şey getirdi. Bu da oyuna pul vurmayanlar içindir. Yani simizler için yeni şeyler getirmişik. Simizler için deyirəm çünkü bilirsiniz də yəni. Bu da unutmayaq. Sport şeylərində də mükafatlar qazana bilərsiniz. Bakın artık yeni aksiyonlarımız da geldi. Bu da yeni kostümlerdir. Ve bu harcamayız. Bunu da unutmayın. Hashtag ve bizi takip etmeyi unutmayın. Sağ olun.